Değerli Facebook dostlarım, bugün okuduğum məktəbdə olduq. Məktəb direktörü Saygın müəllimin təşkilatçılığıyla bütün müəllimlərlə görüşdük, görüş keçirdik. İnşallah oldu bu görüşə. Və burada Kəpənəkçi adlı bir şeir yadıma düşdü. Onu deməyə özümə borcluyum. Həsrət məni qəm atına mindirib, yaman darıxmışam, ay kəpənəkçi. El oba yanğısı məni dindirib, yaman darıxmışam, ay kəpənəkçi. Dağlar oylağımdır, binələr yarım, bu eşqi sevgini de hardan alım. Gözləyir şairi bələnim, yalım, yaman darıxmışam, ay kəpənəkçi. Mən bənövşə deyib, bəndə düşmüşəm, yel dağını aşıb, kəndə düşmüşəm, yaşamaq eşqinə səndə düşmüşəm, yaman darıxmışam, ay kəpənəkçi. Binəli dağlarda çiçək gül deyir, çaylar coşub, bulaqlara dil deyir, dumana bürünüb yaylaq, gəl deyir, yaman darıxmışam, ay kəpənəkçi. Bəli, bu yerlər üçün çox darıxmışıq, sözün həqqi mənasında. Şükürlər olsun bu yaradan Allahımıza, çox şükürlər olsun bugün buradayıq, Borçalımızda, Kəpənəkçi kəndində. Allah sizləri var eləsin, həmişə diqqətli olun.